Əziz dostlar, Osman Sarvəllinin şeirlər kitabını varaqlayırdım. Qarşıma belə bir şeir çıxdı, Qızılgül oldu. Çox maraqlı şeirdir. Qara tikan kolu uca olmuyor, onun çinar kimi görkəmi yoxdur. Lakin hər nizəsi, hər qalxanıyla o öz keşiyində çox yaxşı durur. Batsa da tikanı ələ ayağa, İnsafla ona da haqq verək biraz. Kimsə toxunmasa, kimsə dəyməsə, qara tikan belə tikanlı olmaz. Qara tikan olun demirik əsla, ayrıdır büsbütün bizim fikrimiz. Bacarın ətirli qızılgül olun, tikansız olmayın, lakin bir ansız. Osman Sarvəlli həyatda xeyrin təmsilçisi olmağımızı istəyir. O xeyrin təmsilçisini Qızılgülə bənzədir. Amma eyni zamanda qeyd edir ki, xeyrin təmsilçisi özünü bədxah insanlardan da qorumaq üçün tikanlara sahib olmalıdır. O öz xeyrini tikanlarla əhatələməlidir ki, bədxah, bədniyyət insanlar o güldən sui-istifadə etməsinlər.